Hər vaxtınız xeyir əziz izləyicilər. Respublika qəzetinin 20 iyun 2025-ci il buraxılışı ilə bugün birgə tanış olacaq. Sizinlə mənəm, Ləman Təhməz. Qəzetimizin bugünkü buraxılışı 12 səhifədən ibarətdir. İlk səhifəmizdə təqdim olunan başlıqları diqqətinizə çatdırırıq. Azərbaycan Prezidenti İlham Əliyevin Türkiyəyə işgüzar səfəri. Kahramanmaraş Beynəlxalq Hava Limanında qarşılanma. Daha sonra Kahramanmaraşda Azərbaycan və Türkiyə prezidentlərinin görüşü keçirilib, sonra isə Azərbaycan məhəlləsinin açılış mərasimi olub. Türkiyənin Kahramanmaraş şəhərində Azərbaycan məhəlləsinin açılış mərasimi keçirilib. Açılış mərasimində Prezident İlham Əliyev və Prezident Rəcəb Tayyib Ərdoğan çıxış ediblər. Ətraflı tanış olmaq üçün isə qəzetimizin 2-ci və 3-cü səhifəsinə nəzər yetirə bilərsiniz. 4-cü səhifədə isə İlham Əliyev, İnkişaf məqsədimizdir. Çox ciddiliyinin 143-cü kitabı çapdan çıxıb başlığı ilə məlumat yer alıb. Çapdan yeni çıxmış 143-cü kitabında yer alan fikirləri dövlətimizin başçısı bu il martın 5-də Türkiyə Respublikasına işgüzar səfəri çərçivəsində Yıldır Naxçıvan qaz kəmərinin video bağlantı formatında açılış mərasimində söyləyib. Çox ciddiliyin 143-cü kitabında toplanmış materiallar 2025-ci ilin fevral-aprel aylarını əhatə edir. Gücünü tarixdən alan, gələcəyə addımlayan strateji müttəfiqlik başlığı ilə olduqca əhatəli və maraqlı bir yazı isə 5-ci səhifədə yer alıb. Bildirilir ki, Kahramanmaraşda Azərbaycan məhəlləsinin yaradılması ölkəmizin Türkiyəyə qardaşlıq dəstəyinin daha bir nümunəsidir. Layihə 100 milyon dollarlıq tikinti işlərini əhatə edir. Azərbaycan və Türkiyə arasında Kahramanmaraş vilayətində yaşayış binaları, ibtidai məktəb, uşaq bağçası və mədəniyyət mərkəzinin tikintisi barədə əməkdaşlıq haqqında saziş 2023-cü il sentyabrın 25-də Naxçıvan şəhərində imzalanıb. 6-cı səhifəmizdə ötən günlərin əhəmiyyətli məlumatlar yer alıb ki, onların başlıqlarında nəzərinizə çatdırırıq. Baş nazir Ədəl Sədov BP-nin nümayəndə heyəti ilə görüşüb. Kanada vətəndaşlarının İrandan təxliyəsində dəstəyə görə Azərbaycana təşəkkür edilib. Dövlət və cəmiyyətin inkişafı naminə siyasi əməkdaşlıq. Azərbaycan Mama Ana Təbiət sərgisi ilə ilk dəfə London Dizayn Biennalesində. Günün siyasi nəbzi 7-ci səhifəmizdə tutulub. Bu hissədə bir millət, iki dövlət başlığı ilə yazımız dərc edilib. Türkiyənin Kahramanmaraş şəhərində Azərbaycan məhəlləsinin açılışı iki qardaş xalq arasında getdikcə güclənən dostluq və həmrəyliyin rəmzinə çevrilib. Qeyd edək ki, 2023-cü ilin fevral ayında Türkiyədə baş verən dəhşətli zəlzələdən sonra Azərbaycan Prezidenti İlham Əliyevin tapşırığına əsasən Azərbaycan hökuməti zəlzələnin baş verdiyi Kahramanmaraş vilayətində yeni yaşayış məhəlləsinin tikintisinə dəstək verib. Türk Dövlətləri Təşkilatı Məhkəmə Şuraları sədrlərinin 3-cü iclası sözgedən məlumat 8-ci səhifəmizdə yer alıb. Bildirilir ki, iyunun 19-da Bakıda Türk Dövlətləri Təşkilatı Məhkəmə Şuraları sədrlərinin 3-cü iclası keçirilib. Görüşdə Məhkəmə Hüquq Şurasının və Ali Məhkəmənin sədri İnam Kərimov çıxış edərək bildirib ki, Türk Dövlətləri Təşkilatı çərçivəsində təşkil edilən bu mötəbər tədbir qardaşlıq və əməkdaşlıq ruhumuzun, ortaq hüquqi və mənəvi dəyərlərimizə sadiqliyimizin ən gözəl nümunəsidir. 9-cu səhifədə günün siyasi nəbzi rubrikasında mavi yanacaqla təchizat yaxşılaşdırılır başlığı ilə məqaləmiz yer alıb. Prezident İlham Əliyevin 2006-cı il 12 iyun tarixli sərəncamına əsasən iyunun 20-si ölkəmizdə qaz təsərrüfatı işçilərinin peşə bayramı günüdür. Qaz təsərrüfatının inkişafı və əhalinin sosial rifahının yaxşılaşdırılması məqsədi ilə bir sıra sərəncam və fərmanlar imzalanıb. Respublikanın bölgələrində qazlaşmanın mümkün olan bütün yaşayış məntəqələrinin təbii qazla təmin olunması istiqamətində tapşırıqlar verilib. Bununla da qaz təsərrüfatında canlanma yaranıb. Hərənin fərqli notda ifa etdiyi siyasi orkestr başlığı ilə maraqlı bir yazı isə 10-cu səhifədə hadisələr kontekstində rubrikasında dərc edilib. Bugün Avropa səssizliklə yaxın şərqə baxır. Ursula von der Leyen'in sərt bəyanatları, Kaja Kallas'ın diplomatik səviyyədə özünü itirmiş çıxışları və müxtəlif strukturların fərqli mesajları ümumi qərarın formalaşmasını daha da qabardır. Avropa Parlamenti üzvləri belə bu uyğunsuzluğu açıq şəkildə dilə gətirirlər. Ukrayna ilə İsrail məsələsinin eyni çərçivədə dəyərləndirilməməsi, eyni təşkilatın iki ayrı yanaşma sərgiləməsi, beynəlxalq münasibətlərdə ikili standartlar ittihamını daha da gücləndirir. Qəzəl və romans sintezində milli musiqi düşüncəsi başlığı ilə Cahangir Cahangirov haqqında maraqlı bir yazı da 11-ci səhifədə yer alıb. 20-ci əsrin ortalarında parlayan və öz samballı yaradıcılığı ilə bugün də xatırlanan əməkdar incəsənət xadimi, xalq artisti Cahangir Cahangirov 1921-ci il iyunun 20-sində paytaxtımızın ən qədim yaşayış məskənlərindən olan Balaxanı qəsəbəsində anadan olub.
milli mədəniyyətin inkişafında mühüm rol oynamış. Bəstəkarın gətirdiyi yeniliklər, musiqi dilinin fərdi ifadə imkanları və janrlar arası sintezi olan meyli Cahangir Cahangirovun musiqi təfəkkürünü formalaşdırmışdı. Son səhifəmizdə isə 20 iyun Ümumdünya Qaçqınlar Gününə həsr olunmuş "Yad yurdun sükutundan vətən səsinə doğru" başlığı ilə yazı yer alıb. Həmçinin qəzetimizin son səhifəsi hava haqqında məlumat və idman daimi zirvələrdə rubrikaları ilə yekunlaşır. Beləliklə, bizim sizə bugün çatdıracaqlarımız da bu qədər idi. Daha çox məlumat almaq üçün isə qəzetimizi izləməyi unutmayın.